Cəmil, salam Cəmil. Cəmil, bax, inəkləri bir-bir göstərirəm. Bu simentaldır, qaralı olduğuna baxma. Simentaldır, ikinci qarına doğacaq. Südü 20-dən yuxarıdır, 5000'dir. Dekabrın axırı doğacaq. Bu, bax, bu heyvan onu kimi ürəyin istəyən heyvandır. Bu bir düyə vaxtı keçən il bir dənə bal atmışdı. Bu il boğazdır, boğaz. Yəni təqribən 3 aydır mı gəlib. İndi onu yoxladacağım dəqiq. Baxmışam da 5'ti qiyməti bunun. Bu düyəm ağ düyəm. Ağ düyəm 2 dənə ağ inək var, ağ qaradır. Bunun anası ikinci qarına doğacaq. Belə 3-cü qarına. Amma balası birinci qarına bu il doğacaq. Yelin də yelinliyi bunun qiyməti 5000. 20'dən yuxarı südü var bunun. Yəni konkret 20'dən yuxarı südü var. Bu düyəm simentaldır, birinci qarnadır. Birinci qarnadır, bu da simental birinci qarna, 20'dən yuxarı südü 5'dir. Bu inək 3-cü qarna doğacaq, özü yanvarda doğasıdır. Yanvarda doğasıdır bu. Bunun da yəni simentaldır, 3-cü qarnadır, 5'dir. 25'dən yuxarı südü var onun. Bu düyəm 2 aydır bəhərə gəlib. Simentaldır, südlü heyvan balasıdır. Birinci qarna məndə 20'dən yuxarıdır, onsuz da inəklərin hamısı elədir. Bax, bu düyə qarala sortlandı. Bir dənə bu simental deyil, amma qarala sortlandı, 20 neçə litr süd verir birinci qarna verir. Hələ də heç quruda bilmirəm, qurutmaq istəyirəm, quruda bilmirəm. Südlü heyvan balasıdır, yəni südü 20'dən yuxarıdır. Bu da yanvarda doğasıdır. Bu inəyim simentaldır. Bu 5-ci qarına doğur, bu 2 aydır mənə bəhərə gəlib. Bir də bax, bu ağala dediyim budur. 3-cü qarına doğasıdır. Bu da südlü heyvandır. Təzə doğanda bəlkə də 30 litrə yaxın südü verir. Qiyməti 5000. Bir də o qırmızının, simentalın qiyməti 5000. Bax, belə şey də var, erkək danam da var. Bir də dişi dana var, yanvarda bir yaş tamam olur. O da simentaldır. Və salam, içəridə də bir dənə buymuzsuzum var. Qabaçdır, nədir bilmirəm, o sort buymuzsuzdan da, o da yanvarda doğasıdır. Onu 4000'ə deyirəm. Qoysa qalan bunlar amma hamısı 5000'lik heyvandır. Yəni qiymətində də razılaşsalar verəcəm. Bu qaradır, o ağdır. Bunlar dekabrın axırı doğacaq. Yanvarda da doğasıdırlar. 2 dənəsi 2 aydır bəhərə gəlib. Onlar biraz gec doğacaq. Amma sağılırda bu dəqiqə südlər də var. Hardasa 8-9 litr. Səhər 8-9 litr axşam süd verirlər. Yəni Allah bərəkət versin. Heç yaxşıdır. Prost sadəcə daha bacaramıram da satıram ona görə. Şeylə alan varsa sataq. Satım mən. Bir dənə o inəyi də çəkim. O buymuzsuzu da çəkim. Bir də belə yekə erkək danam var, onu da veririm, ətliyə verirəm onu. Gör istəyən varsa onu da verirəm. Bu bax, bu yatır. Belə buraxmamışıq, buymuzlu inəklər vurur deyinə bunu buraxmamışıq, yatır budur. Qəşəng, bu da yanvarda doğasıdır. Yerini bu da yavaş-yavaş yerinləyir. Bir də erkəyi də çəkim, bax, yekə erkəkdir, simentaldır. O da təzə bağlamışam bordağa. Yaxşıdır canım. Bax, bunu da indi qiymətləşərik. Diri çəki ilə verərəm. Bax, budur. Diri çəki ilə kim alsa verərəm. Bu da ürəyin istəyəndir. Yekə erkək danadır. Bir də belə qara ala erkəyim də var. Bu da yatır. Onu da qiymətləşərik kim alsa. Oldu, sağ ol.